Panik, təşviş bəzən bizi gələcəkdə olmayacaq pis ssenarilərə aparır. İndi sizə bu vəziyyətdən çıxmaq üçün bir texnika deyəcəm. Ekrana yaxın əyləşin. Bu texnika 5-4-3-2-1 texnikasıdır. Əvvəlcə gördüyünüz 5 əşyanı seçin. Bu divardakı saat ola bilər, masadakı bir qələm və s. Sonra toxuna biləcəyiniz 4 şeyi hiss edin. Ayaqlarınızın yerlə təması, telefonunuzun səthi, sonra eşitdiyiniz 3 səsi ayırd edin. Bu saat çıqqıltısı ola bilər, küləyin uğultusu, öz nəfəsiniz. Sonra iyini hiss edə biləcəyiniz 2 qoxunu duymağa çalışın. Kitabın iyisi, kağızın iyi, geyiminiz və ya sevdiyiniz bir qoxunu yadınıza salın. Ən sonunda sevdiyiniz bir dadı xatırlamağa çalışın. Bu nanəli saqqız ola bilər, limon və ya içdiyiniz suyun dadı. Bu üsul 5 duyğunu aktivləşdirərək beynə mesaj ötürür. İndi təhlükəsiz yerdəyəm, indi və buradayam. Çünki panik və təşviş bizi reallıqdan uzaqlaşdırır. 5, 4, 3, 2, 1 və sən yenidən indiki andasan, təhlükəsizlikdəsən.